Yani 6.5 sistemdə gələn yeniliklərin bəziləri bu arada türkçə qarışıq olanlar da var. Hansı ki türk versiyasında sırf bunlar var. Hansı ki bu hissə artıq ortaya alınıb. Onun altında qalan belə deyək də ölü zonu aktivləşdirilib. Qabaqlar düzü fərqli DPI falan olunurdu ki orada nəsə funksiyonallıq işləsin. İndi artıq ekranın bu hissəsi tam işləkdir. Buradakı funksiyalar tam işləkdir. Eyni zamanda bu hissədə də tam işləkdir. Və eyni zamanda asistan da tam işləkdir. Davam edək. Deməli, əsas 6.5-dən gələn yeniliklər. Burada kilit ekranı əvvəldə var idi, sadəcə biraz böyüdüblər. Bu formada bunu dizayn eləməyin konfigurasiyasını içəri atıblar. Burada elə bir yenilik yoxdur. Səhv eləmirəmsə, bunlarda elə bir yenilik yoxdur. Hə, burada belə bir kabində yenilik var. Deməli, bu maşını qoyurdum, siqnal versin, amma müəyyən saatlarda, məsələn 22-dən 6-ya qədər siqnal vermir. Düzdür, bunu dəyişmək olmur, özü sabit götürüb. Yəqin ki, o dəyişməyi də verəcəklər. Saat deyək ki, 10-dan səhər 6-ya qədər maşın siqnal rejimini deaktiv edir. Burada klimada elə bir şey yoxdur. Aydınlatmada əsas belə deyək də funksiyonallıqlar veriblər. Ambiyan sistem veriblər burada. Mərkəzi kontrol. Sonra burada bu 3 dənə funksiya yeni gəlib. Qapı açılanda qarşılama, güc açıldığında qarşılama və s. Bu bölməni təmiz dəyişiblər. Yeniləyiblər bu bölməni. Analizator falan gəlib bura. Bölmədə burada şeylər falan göstərir. Maraqlı bir dizayn falan veriblər bura. Sonra ekran bölməsini dəyişiblər. Ekran bölməsində deməli saat görüntülə bu deyəsən gəlib. Sonra burada kilit ekranın dizaynını seçmək olur. O bayaqki ekranda məsələn nə gəlsin. Sonra burada məsafə və ya yüzdə deyim, ekranda göstərilən batareya məsafə olaraq göstərilsin, yüzdə olaraq göstərilsin, VLT və s. burada əlavə ediblər bunu. Bir də animasiyaları minimuma, məsələn ekran falan çox ağır işləməsin deyə, donmasın deyə burada animasiyaları falan azaltmaq olur. Səs sistemini əsas dəyişiklik ediblər. Burada subwoofer falan əlavə ediblər. Sony logosu falan burada var. Burada yəni Sony sistemi məncə burada aktivləşib. Sonra burada belə bir şey veriblər. Hansı ki maşının çöl hissəsinə səs verir. Sonra burada ekrana toxunuş var idi. Bunu söndürüb yandıran. Burada ona dərəcələndirmə qoyublar. Bir də bu təzəlik əlavə olunub bura. Sonra türk versiyasında burada axıran rejimi artıq aktivləşib ZK formada. Bir də bu tərcüməsi yəqin ki olunacaq. Həssaslığı var burada. Bir də sistem tərəfdə deməli nə var? Burada araç baxım funksiyası əlavə ediblər təzəlikcə. Sonra yenə türk versiyasının yeniliyi, buranın tərtəmiz dizaynı başdan başa dəyişilib. Bu sırf özümüzün dilinə aiddir, türk dilinə aiddir. Bu bölmələr yenə də olduğu kimi aktivdə işləyir. Bunlarda bir şey yoxdur.